Kuryerlər üzrə dispetçer işi var yoldaşlar. Mən sizə həmin işdən bəhs etmək istəyirəm. Deməli, bu iş yoldaşlar Azərekspress şirkətindədir. Nə yaşayırsınız? Cari kuryerlərin ərazi üzrə gündəlik düzgün yönləndirilməsi işini icra edirsiniz. Kuryerlərin düzgün şəkildə sənəd çatdırılmasına nəzarət edirsiniz. Təcili sifarişlərin çatdırılmasının təmini və nəzarət işidir. Bu tipli işdir. Tələbləri nədir? İlk öncə bildirim ki, 800.000 manatlıq bir işdir. Tam iş günüdür, 5 günlük işdir. Kasper Business Centerdədir. Səhər saat 9-dan 6-ya kimidir. Tələbləri budur ki, orta texniki təhsiliniz olmalıdır. Heç olmasa, yəni ən azı. Microsoft Office bilikləriniz olmalıdır. Yəni o təhsiliniz yoxdursa, ali təhsiliniz də olsa olar. Problem deyil yəni. Buna və Office proqramlarını bilikləriniz olmalıdır. Şəhəri yaxşı tanımağı bacarmalısınız və iş təcrübəniz olmalıdır, heç olmasa 3 illik. Kuryer və logistika şirkətlərində iş təcrübəniz olmalıdır. Yəni, ümumi olaraq iş təcrübəniz olmalıdır 3 illik, hər hansısa bir yerdə. Amma onun heç olmasa bir qismi də kuryer və ya logistika şirkətlərində olan iş təcrübəsi olmalıdır. Başa düşdünüz? Yəni, bunu o cür anlamayın ki, iş təcrübəniz məhz 3 il, heç olmasa 3 il məhz kuryer və ya logistika şirkətində olmalıdır. O cür anlamayın, yox. Toplamda ümumiyyətlə, ümumi olaraq 3 illik iş təcrübəniz olmalıdır, amma o 3 ilin heç olmasa bir qismi də kuryer və ya logistika şirkətlərində olan iş təcrübəsinə aid olmalıdır. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmanıza səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.